Salam hər kəsə. Bu videoda sizə Reading nəşriyyatının yeni bir vəsaiti olan MİQ və sertifikasiya üçün sınaq toplusunu həm sizlərlə tanış edəcəm, həm oradan sınaq 4-ü, sertifikasiya üçün sınaq 4-ü sizlər üçün izah edəcəm. Və onu qeyd edim ki, bu kitabında həm müəlliflərindən biri mənəm və kitabda 25 sınaq var, cəmi 1800 testdir və qeyd edim ki, hər sınaq metodika sualları ilə bir yerdədir. 13 MİQ sınağı, 12 isə sertifikasiya üçün sınaq mövcuddur və sırf sertifikasiya və MİQ-in çərçivəsinə uyğundur. Oxuyub anlama testləri də təbii ki öz yerində. Asanlıqla əldə edib həm sifarişlə, həm də kitab evlərindən, kitab mağazalarından bu kitabı əldə edə bilərsiniz və inanıram ki, bu kitab sizin üçün çox faydalı olacaq. Və sınağın izahına keçməmişdən əvvəl onu deyim ki, kanalımıza abunə olmağı, bəyənməyi, şərh yazmağı unutmayın. İndi isə gəlin sınaq 4-ün və qeyd edim ki, bu sınaq 4 sırf sertifikasiya üçündür və sınaq 4-ün izahına keçək. Birinci sualımızda fill in the blank with the correct phrasal verb. Boşluqları təbii ki biz phrasal verblərlə, frazoloji fellərlə tamamlamalıyıq. Baxaq, he was trying his friend after bad news. O, pis xəbərdən sonra dostunun əhval-ruhiyyəsini artırmaq istədi. Yəni, tərcümə belə olacaq. Kiminsə əhval-ruhiyyəsini artırmaq, keyfini qaldırmaq, to cheer up-dır. Bilirik ki, dərsliyimizdə olan bir phrasal verb-dir, frazoloji birləşmədir. To cheer up, kiminsə əhvalını qaldırmaqdır. Run out of, bitmək, tükənmək mənasında gedir. Give up, nəyisə atmaq, buraxmaq mənasında gedir. To pull up, to stop vehicle, yəni ki, hər hansı bir mühərriki maşını dayandırmaq mənasında gedir. Set out da yola düşmək mənasındadır. İndi isə gəlin ikinci testimizə baxaq. Unscramble these sentences to form a logical passage. Məntiqi bir pasajlı, yəni qısa bir paraqraf, qısa bir hekayəni biz düzəltməliyik, cümlələri düzgün sırayla yerləşdirib. İndi isə gəlin baxaq. İlk öncə onu deyim ki, məsələn, burada 2-də olan cümlədə however ilə başlayıb. Yəni, tərcüməyə ehtiyac yoxdur çox da. However nədir? Baxmayaraq ki, ammadır. Yəni, özündən əvvəlki bir cümləyə və yaxud da ki, paraqrafa zidd olur. Və biz məntiqlə fikirləşməliyik ki, artıq bu passage however ilə başlaya bilmərik. Yəni, 2 ilə başlaya bilmərik. A variantını artıq biz çıxdıq. Daha sonra baxırıq ki, 4-cüdə, məsələn, 4 ilə başlayan yoxdur zaten. Sadəcə, əgər elə bir test düşsə, 4-də görürsünüz, it's ilə başlayıbsa, onun definitionları, mənaları deyəndə artıq nəyin mənaları, onun bilmirik. Ona görə passage onunla başlaya bilməz. 4 ilə elə bir variant olsa, onu da çıxacaqsınız. Daha sonra birincidə, məsələn, initially nationalism was closely linked with liberal ideas. Burada məsələn birincidə deyir ki, əvvəllər millətçilik, liberal ideyalarla sıx bağlı idi. Yəni, bizim üçün bu giriş cümlə deyil. Biz ilk öncə passage üçün giriş cümlə tapmalıyıq. Demək, bir də giriş cümlə ola bilməz. Qaldı burada B, C və D variantı. İndi 2 ilə 2-ni də çıxmışdıq. 3-ə baxaq. Among all the political ideologies of the early 19th century, nationalism is the hardest to fully understand. 19-cu əsrin əvvəllərindəki bütün siyasi ideologiyalar arasında millətçilik tam başa düşülməsi ən çətin olanıdır. Aha, demək bu bizim giriş cümləmizdir və millətçilik haqqında birinci giriş verir ki, nədən danışılacaq demək. Biz birinci başlayacaq 3-lə, ona görə də D-ni də avtomatik çıxdıq. Daha sonra nə deyir? 4-ə baxaq. Its definitions and boundaries are often unclear and vague. Deyir, onun tərifləri, yəni definitions mənası və sərhədləri tez-tez qeyri-müəyyən və dumanlı olur. Yəni, çox zaman, çox hallarda qeyri-müəyyən, dumanlı, vague o mənada gedir ki, yəni bilinməyən olur. Yəni, anlaşılması çətin olur bu mənada. Demək, 4 olacaq daha sonra. Sonra, what truly defined a nation and who was calling for it. Bir milləti əslində nə müəyyən edirdi və bunu belə deyək də, bunun üçün kimi tələb edirdi, bu mənada gedir və bunu kim tələb edirdi. Daha sonra təbii ki, gələcək 5, 3, 4, 5.
Initially, nationalism was closely linked with liberal ideas. Əvvəllər millətçilik liberal ideyalarla sıx bağlı idi. Demək, oradan keçid edir ki, millətçiliklə bağlıdır. Daha sonra gələcək bir və sonda isə lakin əsr irəlilədikcə aydın oldu ki, millətçilik asanlıqla heç bir ideologiyaya tam uyğun gəlmir. Yəni rahat bir şəkildə heç bir ideologiyaya tam uyğun gəlmir. Yəni millətçilik tamam bir fərqli ideologiyadır və son cümləmiz də olacaq təbii ki 2. Budur. Burada demək 5 oldu, qarışdırdıq. Nəsə 3 4 5 1 2 olacaq. Testimizin doğru cavabı C variantı testin doğru cavabıdır. Üçüncü testə baxırıq. Sunnyberg loves exploring different countries and learning about new cultures when she travels. Baxırıq ki, cümləmiz ilk öncə təsdiq cümlədir. Təsdiq cümlə olduğuna görə naizələri, don'tları, inkarları çıxacaq. Qaldı burada 1, 3, 4. Bəli, testin doğru cavabı olacaq. 1, 3, 4 təsdiq cümlələrə cavab verərkən təsdiqlə cavab verəcək. İnkar cümlələr cavab verərkən inkarla cavab verməliyik. Və onu qeyd edək ki, mürəkkəb cümlə olsa da hər iki tərəfi present simple-dadır, indiki sadə zamandadır. Və biz bağlayıcı olan hissəyə yox, digər hissəyə əsasən götürürük. Loves da sualın inkarı do does-dan olduğuna görə cavabda da biz do does-dan istifadə etməliyik. D variantı doğru cavabdır. Dördüncü testimizə baxırıq. Dördüncü testimizdə də artıq dialoq qurma ilə başlamalıyıq. Demək, təbii ki, hi Jake, hi Mia ilə verilibsə, demək, ya 4 ilə başlamalıdır testimiz, ya da 5 ilə başlamalıdır. Hi Jake, I didn't know you liked music. Der, salam Jake, mən bilmirdim ki, sən musiqini sevirsən. Hi Mia, salam Mia, yes I love music. Bəli, musiqini sevirəm. I listen to it all the time. 4-5 gələcək. Daha sonra, do you play any musical instrument? Sən hansısa musiqi alətində ifa edirsənmi? Yes, I play the guitar. Aha, mən gitarada ifa edirəm. I've been learning for 2 years. 2 ildir ki, artıq öyrənirəm. That's cool. Nə yaxşı. Can you play any songs? Hansısa bir mahnı ifa edə bilirsən? 4 də oldu Y variantı. 4, 5, 2, 1, 3. İkinci testimizə baxırıq. Cümləni tamamlamalıyıq. She is such a beautiful view before she went to the beach last summer. Before olan hissə keçmiş zamanda olduğuna görə heç tərəddüd etmədən digər hissəni də keçmişdə verməliyik. Ona görə A, B, D, Y-ni çıxdıq. Qaldı burada, daha doğrusu Y-ni çıxdıq. Qalır D və C variantları. Hardan biləcək ki, C-dirmi yoxsa D-dirmi? Çünki before olan hissə keçmiş sadə olanda əsasən digər hissə keçmiş bitmiş olur mənasına görə. Deyir ki, mən keçən yay bu çimərliyə keçməmişdən, gəlməmişdən əvvəl heç vaxt belə bir gözəl mənzərə görməmişdim. Yəni, əvvəl görməyib, bu çimərliyə gələndən sonra görüb. Ona görə daha əvvəl baş verən zaman olduğu üçün digər tərəf past perfect-də olacaq. C variantı doğrudur. 6-cı testə baxırıq. She was thrilled to receive the award for her hard work. Thrilled təbii ki, nə mənada işlənəcək? Çox həyəcanlı mənasında gedəcək. Excited də bilirik ki, həyəcanlı deməkdir. Nervous, gərgin, disappointed, məyus, shocked, şokdur, elə şok olmuş. Tired'dəki yorğun mənasında. 7-ci testimizə baxırıq. Düzgün modal feili seçməliyik. Əslində burada if var. Bilirik ki, if olan hissə past perfect-də olanda digər hissə would, might, may, have page-də olmalıdır. Ona görə bura past perfect-də olduğuna görə də heç düşünmədən digər hissəni də might have page ilə verəcəyik. They might have attended the meeting if they had been informed earlier. Əgər onlar daha əvvəldən məlumatlandırılsaydı, iclasda iştirak etmək ehtimalları var. Bilirik ki, may, might have page ehtimal bildirir. Hətta could have page də işlənə bilər. Onlar ehtimal bildirir. Will'in, would-un qollarıdır, belə deyək də. Would have page-nin qollarıdır. Sadəcə would have page-də dəqiqlik olur, falan şey olacaqdır. Amma burada ehtimal bildirir ki, ola bilər, olmaq ehtimalı var. Onu deyim ki, bu da 11-ci sinif dərsliyimizin bir qaydasıdır. 8-ci testə baxırıq. Choose the grammatically correct option with quantifiers. Miqdar bildirən
sözlərlə düzgün option, yəni variantı seçməliyik qrammatik cəhətdən. A variantı a few information var, səhvdir. Bilirik ki, a few-dan sonra cəm isim gəlir. B-də such many apple trees, such-dan sonra many gəlməz. A few, a little da işlənməz. Such-dan sonra əsasən gələcək a lot of gəlir. Such quite razidən sonra bəzən a few görə bilərsiniz such-dan sonra bəzən. C variantı much of the book was distributed among the students. Bəli, doğru cavabdır. Bilirik ki, much'ın bir mənası da hissə bildirir və much of-dan sonra sayıla bilən tək isim gələ bilir və bu zaman much orada hissə bildirir. Yəni kitabın çox hissəsi mənasında gedir. Was distributed among the students. Bəli, C variantı doğrudur. D variantında only few yox, only a few olmalıydı. Y variantında such-dan sonra a little gələ bilər, amma nə zaman gələ bilər? Əgər a little-dan sonra sayıla bilən tək isim gəlibsə. Such-dan sonra little və yaxud da ki a little o zaman gələ bilər ki, little-ın oradakı mənası balacadır, kiçikdir. Little-ın oradakı mənası az mənasında yox, balaca, kiçik mənasında ifadə edir. Onda özündən sonra sayılan isim gəlməlidir. Amma a little-dan sonra Y variantındakı kimi milk sayılmayan isim gəlibsə, bu zaman heç vaxt saçla işlənə bilməz. Ona görə Y variantı yanlışdır. 9-cu testə baxırıq. 9-cu testdə hansı which option contains the incorrect yanlış sual cümləsi vardır? A doğrudur. Sual sözü what time, köməkçi fe'l, mübtədamız təkdə də ona görə daz verilib. Xəbərdə də s yoxdur, problem yoxdur. B də doğrudur. Yet bilirik ki, present perfectdə sual və inkar cümlədə sonda işlənir. Have you finished doğrudur. Aha, C variantı səhvdir. Çünki when-lə biz indiki bitmiş zamana sual verə bilmərik. When-dən sonra indiki bitmiş zamanla biz sual işlədə bilmərik. Ona görə testin doğru cavabı olacaq C variantı. D variantı da tag question'dır. They have dinner. Have dinner burada have əsas fe'ldir. Əsas fe'l olduğuna görə sual inkarı hansı zamanda ona uyğun verilir? Don't say. Y variantı da doğrudur. How many times, neçə dəfə are the rooms cleaned by the servant? Otaqlar xidmətçinin tərəfindən təmizlənir. Burada da məchul növbədir, doğrudur. Gəldik, çıxdıq 10-cu testimizə. 10-cu testimizdə nədir? Read the passage and answer the questions. Mətni oxumalıyıq və sualı cavablandırmalıyıq. Birinci gəlin, bu cür mətnlərdə nə edəcəksiniz? İmtahana getdiniz. Məsələn, bu sizin vaxtınıza da daha yaxşı istifadə etməyə fürsət verəcək. Yəni, imkan verəcək ki, vaxtınızı daha səmərəli şəkildə istifadə edəsiniz. Necə? Məsələn, what is the main idea of the text? Birinci həmişə mətnli sualları mütləq şəkildə ilk öncə mətni oxumamışdan əvvəl sualda bizdə nə istədiyini baxın ki, orada sualda nə istəyir. Baxdım ki, what is the main idea of the text? Yəni, mətnin əsas ideyası nədir? Ondan sonra başlayıram mən mətni oxumağa. İndi isə gəlin mətnimizi oxuyaq. Many people are concerned about being liked by others and for some this can lead to significant anxiety, making even simple conversations stressful. Bir çox insan başqaları tərəfindən bəyənilmək haqqında narahatlıq keçirir və bu, bəzi insanlar üçün hətta sadə söhbətləri belə stresli edə bilir. Yəni, çox sadə, simple, bəsit söhbətləri belə stresli edə bilir. If you are unsure how to engage in small talk, asking questions is a helpful approach. Əgər siz necə kiçik söhbətlərə başlamağı bilmirsinizsə, sual vermək faydalı bir üsuldur. A 2017 study found that individuals who ask questions tend to make a stronger first impression compared to those who don't. 2017-ci ildə aparılmış bir araşdırma göstərir ki, sual verən şəxslər verməyənlərlə müqayisədə daha güclü ilk təəssürat yaradırlar. This is because asking questions shows interest in others and encourages positive interaction. Bunun səbəbi ondan ibarətdir ki, sual vermək, qarşı tərəfə maraq göstərmək və müsbət ünsiyyəti təşviq etmək deməkdir. However, simply asking questions isn't enough. Combining these with active listening and responding thoughtfully makes a person more likable. Lakin təkcə sual vermək kifayət deyil, bunu aktiv dinləmə və düşünülmüş cavablarla birləşdirmək insanı daha xoşa gələn edir.
By showing genuine curiosity and attentiveness, you create an environment where others feel valued and heard, which can significantly improve your social interactions and help build stronger connections. Səmimi maraq və diqqət göstərməklə siz başqalarının dəyərli və eşidilmiş hiss etdiyi bir mühit yaradırsınız. Bu da sosial münasibətlərinizi əhəmiyyətli dərəcədə yaxşılaşdıra və daha güclü əlaqələr qurmağa kömək edə bilər. In a sense, being genuinely interested in others can make a big difference in how people perceive you. Əsas odur ki, başqalarına həqiqi maraq göstərmək, yəni gerçək maraq göstərmək, insanların sizə necə qavradığına böyük təsir göstərə bilər. İndi mətn nə haqqındadır? İndi mən sizin üçün tərcümə etdim ki, izahda sizə daha aydın olsun. Amma tərcüməyə də ehtiyac olmadan biz görərik ki, demək olar ki, hər bir cümlədə daha doğrusu üzr istəyirəm, hər bir cümlədə asking questions, yəni sual soruşulmaqdan bəhs edir. Və burada biz ümumi məna götürərik ki, mətnimiz nə haqqındadır? Sual soruşmağın insanlara yaratdığı yaxşı təəssüratlardan ibarət olduğunu göstərir. İndi variantlara baxaq. A variantında nə deyir bizə? Sual vermək və aktiv dinləmə sosial əlaqələrin yaxşılaşmasına və daha yaxşı təəssürat yaratmağa kömək edir. Bəli, A variantı ilə doğrudur. B variantında baxın, negativlik var. Deyir, people who talk a lot tend to make a better impression than those who don't. Deyir ki, çox danışan insanlar, çox danışmayan insanlardan daha yaxşı təəssürat yaradır. Çox danışan yox, sual soruşan insanlar. B-ni çıxdıq. C-də deyir ki, being anxious about social interactions is a common problem. Xeyr, narahat olma, sosial münasibətlərdə narahat olmaq çox yayılmış bir problemdir. Axı, mətnimiz o haqda deyil. D-də deyir, the best way to make friends is by talking about yourself. Dost qazanmağın ən yaxşı yolu özün haqqında danışmaqdır. Xeyr, bu da o haqda demədi ki, özün haqqında danış. Y variantında da sual soruşmaq var, amma burada only sözü var. Bilirik ki, only'dir, always'dir, nəvədir? Bunlar biraz təhlükəli sözlərdir. Sual demək, sosial vəziyyətlərdə insanı xoşa gələn edən yeganə şey sual verməkdir. Yəni, sual vermək insanı xoşa gələn edən yeganə bir şeydir. Xeyr, bu da tam uyğun deyil. Testimizin doğru cavabı oldu A variantı. 11-ci testə baxırıq, düzgün idiomu seçməliyik 11-də. Sarah didn't apply for the job in time. Deyir ki, Sarah vaxtında işə müraciət etmədi. Elə birinci cümlədən biz vaxtında müraciət etmədi. Vaxt söhbəti varsa, biləcək ki, elə testimizin doğru cavabı miss the boat, yəni gecikmək deməkdir, şansı, fürsəti əldən vermək deməkdir. Deyir ki, Sarah vaxtında işə müraciət etmədi və o edənə qədər də artıq vaxt olmuşdur. She thought to herself və öz-özünə düşündü ki, I had missed the boat, mən artıq şansımı, fürsətimi əldən vermişəm. Yəni, qatar getdi, artıq gecdir mənasındadır. On the ball, ayıq-sayıq olmaq deməkdir. To be on the ball, to get out of hand, yəni idarəni, kontrolu əldən itirmək deməkdir. See eye to eye razılaşmaq, is it, does it-in mənasında, yəni tələsmə, səbirli ol mənasında gedir. 12-ci testdə deyir ki, bizdən hansında participle istifadə olunub, yəni fe'li sifət fərqi yoxdur. Fe'li sifət 1, 2, hansısa bir fe'li sifət olsun. A variantında cümlə əgər inkli fe'llə, yəni gerundla başlayıb, inkli fe'llə deyək, ümumiyyətlə, başlayıb sonra mübtəda gəlməyibsə, bunun yəni başqa bir mübtədası yoxdursa, demək bu gerunddur, P1 deyil. Gəlin tərcüməyə baxaq. Walking my dog, itimi gəzdirmək mənim ən sevimli asudə fəaliyyətimdir. B variantında the crying baby, bəli, B variantı elə testimizin doğru cavabıdır. Article, inkli fe'l isim gördüksə, biləcək ki, bu P1'dir, fe'li sifət 1'dir. Ağlayan uşaq anası tərəfindən sakitləşdirildi. The fishing took place by daylight. İngli fe'lin qarşısında Z artiklı varsa və bu fe'ldən sonra isim gəlməyibsə, bilin ki, bu isim funksiyasındadır. Nə P1'dir, nə P2 isim olacaq. D variantına regret. Fe'ldən sonra birbaşa gerund, ing gəlibsə bu gerunddur. Y variantına rainy weather prevented the boys from sözündən sonra gəlib sayıncılı fe'l. Bu da gerund olacaq. Ona görə testimizin doğru cavabı B variantıdır.
13-cü testə baxırıq. Match the words to their correct definition. Sözləri mənalarla uyğunlaşdırmalıyıq. To stare at gözün zilləyib baxmaq deməkdir uzun müddət. To look directly at something or someone for a long time. 1-ə gedəcək C. Include daxil olmaq demək. To make something part of something else. Nəsə başqa bir şeyin hissəsi olmaq. 2B. To get along with kimlənsə münasibəti yaxşı olmaq, yəni yaxşı yola getmək mənasında gedir. C, B, A testin doğru cavabı olacaq D variantı. 14-cü testə baxırıq. 14-cü testimizdə hansı cümləni belə deyək də düzgün sifət sırası ilə tamamlamalıyıq 14-dən. Baxaq. Bilirik ki, biz sifət sırasında dossa-komp qaydasına əsasən gedəcəyik. Dossa-komp. Dossa-kompda D burada determinerdir. Determiner nə ola bilər? Hətta nossa-komp da deyirlər. N burada numeral, determinerdəki artikel ola bilər, yəri əvəzli, işarə əvəzli. O opiniondır. S birinci gələn size'dır. İkinci S shape'dir. A, age, yaşdır. Color, origin, material, purpose. İndi gəlin baxaq. To, wooden, to burada nə gedəcək? Numeral gedəcək. Wooden materialdır. Baxın, material sondan ikincidir, amma gəlib çıxıb əvvələ səhvdir. B variantında to, round, round dairəvi, bu artıq shape'dir. Shape'dirsə, shape gəlib çıxıb old, to, round, wooden. Burada yenə material gəlib əvvələ, material sonda olmalıdır. Beautiful opinion'dır, bu da lap əvvələ gəlməlidir. C variantında numeral sonra işlənib səhvdir, o opinion'ın əvvəl olmalıydı. Testimizin doğru cavabı D'dir. To numeraldır, beautiful opinion'dır, round shape'dir, old age'dir, wooden'dakı materialdır. Bəli, doğru cavab D'dir. Y variantında səhv nədir? Shape, ölçü yaşdan əvvəl olmalıdır, səhv odur. Ona görə Y-də səhv olacaq. 15-ci testimizə baxırıq. 15-ci testimizdə yenə mətindir. Yenə sualı birinci oxuruq. Why is encouraging students to ask questions important in the classroom? Nə üçün şagirdləri sinifdə sual soruşmağa təşviq etmək vacibdir? Baxaq, nə üçün vacib olduğunu soruşur. Belə deyək, bu cür mətnləri biz məsələn mətni oxumadan da demək tapa bilərik. Yəni bilirik ki, bunlar hər hansısa bir məntiqə əsaslanır. Yəni bu artıq metodika ilə bir əlaqəsi var. Ona görə bizə daha rahat olacaq. Amma yenə də baxaq. Məsələn, Y variantında only söz var. Only focuses on teacher driven lectures. Bu səhvdir. Bu yalnız müəllim yönümlü mühazirələrə fokuslanır. Y variantı səhvdir. Teacher driven lectures ancaq müəllim yönümlüdür. It reduces teacher-student interaction. Bu müəllim şagirdli qarşılıqlı əlaqəni azaldır. Yenə burada negativlik var. C variantında it discourage. Baxın, hamısı negativ mənalı sözlər. Discourage. Discourage nə deməkdir? Bu tənqidi düşüncəni və yaradıcılığı təşviq etmir. Yəni tənqidi düşüncəni və yaradıcılığın o belə deyək də azaldır. Discourage etmir. Yəni təşviq etmir. Bəli, C variantı da yanlışdır. B variantında nə deyir? It makes learning more interactive and improves student participation. Bəli, doğru cavab olacaq təbii ki, B variantı. Mətni oxumadan bunu tapa bildik. Bu öyrənməni daha interaktiv edir və şagirdlərin iştirakını daha yaxşı artırır. A variantında it helps students memorize facts without understanding. Bu şagirdlərə anlayış olmadan faktları yadda saxlamağa kömək edir. Bu da təbii ki, yanlışdır. Doğru cavabımız B'dir. Hansı ki, encouraging this behavior mətnin ikinci cümləsində helps build self-study habits leading to better academic performance. Burada da məsələn qeyd edib ki, bu davranışı, yəni sual vermək davranışını təşviq etmək, möhkəm öyrənmə, yəni daha yaxşı öyrənmə vərdişlərinin formalaşmasına kömək edir və nəticədə akademik göstəriciləri də yaxşılaşdırır. Elə bu demək olar ki, B variantını tam əhatə edir. 16-cı testdə convert the sentence from direct to reported speech. Reported speech-də tapmalıyıq. Təbii ki, 16-da doğru cavabı olacaq B variantı. Baş cümlə keçmişdədir. Baş cümlə keçmişdədirsə, budaq cümləyə də avtomatik keçmiş olacaq. I am going-i was going-lə verəcəyik. Ona görə bu D-ni, Y-ni çıxırıq. Qalır burada A, B, C. Now mütləq dəyişir olur then. Ona görə A-da dəyişməyib. A-nı da biz çıxırıq. Qaldı burada demək B və C variantı. Təbii ki, C-ni hələ ki çıxmamışıq.
Daha sonra C variantında baxırıq ki, ikinci tərəfdə shall-dir. Burada dəyişməlidir, amma C variantı dəyişilməyib. C-də səhvdir. Testin doğru cavabı olacaq B. Bilirik ki, tomorrow da dəyişir. Ya the following day, ya da the next day olacaq. 17-ci testimizə baxırıq. 17-ci testimizə də yenə artikeldir. Baxırıq ki, cümlə keçmişdə baş verib, demək müəyyənlik var. Timi biz heç vaxt boş buraxa bilmərik. Yəni üçüncü boşluğu 1, 2, 3. Üçüncü boşluğu boş buraxa bilmərik. Variant avtomatik çıxdı. Sonra projectdə yenə proyekt həm sayılan isimdir, həm də bunu boş buraxa bilmərik, çünki müəyyənlik var. A variantında çıxdıq. Qaldı burada B, C və Y variantı. Qəfil bir dəyişikliyə görə, a sudden change in the weather condition, hava şəraitlərində, the team managed to finish the project on time, which was a remarkable achievement. Bəli, B variantı testin doğru cavabı olacaq. Niyə projectlə timin qarşısında biz E vermədik, Z verdik? Çünki burada artıq müəyyənlik var. Bilinir ki, həmin komanda, həmin proyekti vaxtında bitirməyə, yəni tamamlamağı bacardı. Doğru cavab oldu B variantı. 18-ci testdə bizdən ungradable adjective istəyir. Hansı cümlədə deyir ki, ungradable adjective var? Bilirik ki, 9-cu sinif dərsliyinin bir qaydasıdır. Yeni bir qayda əlavə ediblər 9-cu sinifə. Və burada perfect, mükəmməl, yəni ungradable-dır, dərəcələnmir. Mükəmməl nə deməkdir? Tam, hər tərəfli. Yəni bundan artıq o tərəfi yoxdur. Ona görə dərəcələnməyən sifətdir. A variantına tayət dərəcələnir. Onun dərəcələnməyən versiyası var. Məsələn, exhausted, sweet, şirin, bu da dərəcələnir. Interesting də dərəcələnir. Nervous-in özü də dərəcələnir, amma perfect dərəcələnməyən sifətdir. 19-cu testdə sinonim cütlüyü tapmalıyıq biz. Demək, deny, reject, bəli, ikisi də rədd etmək, inkar etmək. Generous, noble, bəli, ikisi alicənab, əl-açıq. Outsider, alien, bəli, yad planetli, o da doğrudur. Confirm, ratify, aha, doğrudur. Hər ikisi təsdiqləmək deməkdir. Rəsmi şəkildə sinonimdir. Amma təbii ki, begin and finish, başlamaq və sonlanmaq, bitmək deməkdir. Onlar antonimdir. Demək, hər biri doğrudur 5-dən başqa. 20-ci testə gəldi, çıxdıq. Yenə 20-ci testimizdə mətindir. Yenə eyni qaydada mətni oxuyuruq. Birinci, why is staying informed about current events crucial in today's world? Nə üçün bugün dünyamızda hal-hazırda baş verən hadisələr haqqında məlumatlı olmaq vacibdir? Baxaq. Aha, indi oxuduqca biz bir görək ki, bu sualın cavabı, məsələn, başlayırıq oxumağa. Əgər bu sualın cavabı əvvəllərdədirsə, artıq özümüzü yormuruq. Həmin istiqamətdə cavabımızı tapıb testin doğru cavab variantında işarələyirik. Baxaq, deyir ki, texnologiyanın sürətli inkişafı ilə dünya bir qlobal kəndə çevrilib. Yəni, biz dünyanın hər yerindən xəbərlər və məlumatlar alırıq. Cari hadisələrdən, yəni hal-hazırki hadisələrdən xəbərdar olmaq əvvəlkindən daha vacibdir. Aha, baxaq. Çünki as it helps us stay informed about developments that could affect our lives. Çünki bu həyatımıza təsir edə biləcək dəyişikliklərdən bizi xəbərdar edir. Demək, dəyişikliklərdən bizi nə edir? Xəbərdar edir. Yəni, by keeping up with the news, we can learn about potential risks such as economic challenges, environmental issues, or health concern, which could impact our community. Demək, xəbərləri izləmək, xəbərləri izləməklə daha doğrusu biz iqtisadi çətinliklər, ekoloji problemlər və ya sağlamlıqla bağlı narahatlıqlar kimi icmamıza təsir göstərə biləcək potensial risklər haqqında öyrənə bilərik. Aha, risk də biz burada harda görmüşdük? A variantında baxın. To be aware of possible, yəni possible risk nə deməkdir? Potential risk, yəni potensial risklər that may impact our community. Yəni cəmiyyətimizə, icmamıza, cəmiyyətimizə təsir edə biləcək mümkün risklərdən xəbərdar olmaq üçün, bəli, A variantı doğrudur. B-də deyir ki, əyləncə məqsədi ilə texnologiyadan asılılığı azaltmaq üçün xeyir səhvdir. C-də deyir, yerli mədəni ənənələr haqqında bilik əldə etmək üçün səhvdir. D-də beynəlxalq xəbərlərdən uzaqlaşmaq və şəxsi məsələlərə fokuslanmaq üçün səhvdir. Y-də isə qlobal məsələləri görməzliyə vurmaq
görməməzliyə vurmaq, bacarığımızı artırmaq üçün xeyr, bu da səhvdir. Təbii ki, A variantı doğrudur. 10-cu testə baxır, 21-ci testə baxırıq. 21-ci testdə yanlış şərtləri hər zaman doğru oxuyun. Incorrect inverted sentence, yanlış inversiya edilmiş bir cümləni tapmalıyıq. On account inkar bildirən sözdür. İnkar bildirən sözlər inversiyadan da inkar bildirən sözlər önə gəlir. Köməkçi fe'l, modal fe'l nə varsa o mübtəda xəbər, yəni sual formasında olmalıdır. B-də də həmçinin inkar bildirən söz, köməkçi fe'l, mübtəda xəbər. D-də də inkar bildirən söz, köməkçi fe'l, mübtəda xəbər. Y-də də inkar bildirən söz, köməkçi fe'l, mübtəda xəbər. İndi C-də daha doğrusu Y variantı testin doğru cavabdır. If-lə olan cümlələri biz inversiya edəndə if-i heç vaxt işlətmirik. Ona görə Y variantı səhvdir. Əgər Y olmasaydı, if olmasaydı doğru ola bilərdi. 22-ci testə baxırıq. Which of the following sentences best conveys the main idea of the given sentence? Yəni, qısacası biz bu cümləni nə edəcəyik? Parafraz edəcəyik. Parafraz nə deməkdir? Verilmiş cümlənin sinonimini. Cümləmizi oxuyaq. The British are not inherently more humble than other nations, yet their social norms require them always present an appearance of modesty. Britaniyalılar digər millətlərdən təbii olaraq daha təvazökar deyillər, lakin onların sosial normaları həmişə təvazökar görünməyi tələb edir. Təvazökar nə deməkdir? Yəni sadə, bu mənada gedir. Biz bu cümlənin sinonim tapmalı. Birinci baxırıq ki, burada yet var. Yet bilirik ki, ziddiyyət bildirir, amma ancaq lakin deməkdir. A variantında baxaq. The British uphold modesty by adhering to strict social customs that have played a significant role throughout history. Britaniyalılar tarix boyu mühüm rol oynamış ciddi sosial adət-ənənələrə əməl etməyə təvazökarlığı qoruyurlar. Xeyr, burada yəni sosial normalardan söhbət gedir. Heç ümumiyyətlə adət-ənənədən söhbət getmir. Və bunu yanınızda saxlayın ki, bu cümləni başdan ayağa tərcümə etməyə ehtiyac yoxdur. Sosial normalar ayrıdır. Sosial customs, adət-ənənələri isə bunlar tamamilə fərqli bir şeydir. Ona görə də A variantını biz 22-də çıxacaq. B-də nədir? While they may not be naturally more modest than others, British social norms emphasize the importance of appearing humble. Bəli, modestlə humble sinonimdir. Birinci tərəfdə humble'ı modestlə əvəz edib, ikinci tərəfdə də modestini appearing humble-la əvəz edib və testin doğru cavabı da B-dir. Zaten sinonimlərdən görə bilərik. Digər millətlərdən təbii olaraq daha təvazökar olmaya bilsələr də, Britaniya sosial normaları təvazökar görünməyin vacibliyini vurğulayır. Bəli, B variantı doğru cavabdır. C variantında deyir ki, ümumiyyətlə təvazökar olmaqla yanaşı, Britaniyalılar digər millətlərlə müqayisədə daha çox sosial qaydalara əməl edirlər. Xeyr, səhvdir. Əməl etmək söhbəti yoxdur. Require var, deyir, tələb edirlər, vurğulayırlar. D-də isə deyir ki, bəzi millətlər təvazökarlığı təmin edən sosial qaydalar, bəzi millətlərin daha doğrusu təvazökarlığı təmin edən formal sosial qaydalar olmasana da Britaniyalılardan daha təvazökar ola bilirlər. Xeyr, bu da səhvdir. Əksinə Britaniyalıların daha təvazökar olduğunu bildirir. Y-də isə Britaniyalılar sərt sosial normalara görə dünyanın ən təvazökar insanları kimi qəbul olunmağı yüksək qiymətləndirir. Xeyr, bu da yanlışdır. 23-cü testə baxırıq. 23-cü testdə deyir, which sentences can be changed into the passive? Hansı cümlələrimiz məchul növə çevrilə bilər? Təbii ki, baxırıq ki, feildən sonra, təsirli feildən sonra tamamlıq gəlibsə, uzun-uzun bu cümlələrdən qorxmayın heç vaxt. Tamamlıq, xəbərimizi tapdıq, tamamlıq gəlib çevrilə bilər. Xəbərimizi tapdıq, evolutionary device, tamamlıq gəlib çevrilə bilər. Uncovered, xəbərdir, tamamlıq gəlib çevrilə bilər. Finalize, təbii ki, görürük ki, o da xəbərdir, tamamlıq gəlib çevirə bilərik. Demək, hamısı çevrilə bilər. C variantı doğrudur. 24-cü testə baxırıq. Cümləni doğru şəkildə biz tamamlamalıyıq. 24-cü testdə birinci baxırıq ki, are a lot of students in the classroom? Sinif otağında çoxlu şagird var. Təbii ki, zeri-zərə qaydasından istifadə edəcək. And it means, bunun da mənası odur ki, C-ni ona görə avtomatik çıxdıq. Daha sonra baxırıq ki, nə deyir bizə burada? There were a lot of students in the classroom and there is too much. Bura keçmiş, bura indikidir. B variantı, A variantını da avtomatik biz çıxacaq. Qaldı burada B, D və Y variantı. Və deyir ki,
B variantında there were a lot of students in the classroom və mənası odur ki, it was too much noise in the mall. Xeyr, burada da yenə in the hall. Məkan var, isim var. Demək, burada da it yox, zeri-zerə quruluşu olacaq. Ona görə doğru cavab D-dir. Və deyir ki, sinif otağında çoxlu şagird olacaq və bunun mənası odur ki, zalda çoxlu da səs-küy, koridorda çoxlu da səs-küy olacaq. 25-ci testə baxırıq, hansında causative form, yəni icbar forma doğru işlənmişdir. Baxırıq, bilirik ki, get-lə have-dən sonra cansız tamamlıq gəlibsə, bu zaman feil 3-cü formada olmalıdır. Repair-də 3-cü forma deyil. B-də də baxırıq ki, cansız tamamlıq, paint 3-cü formadır. Make-lə ümumiyyətlə biri to işlənməz, ona görə C-də səhvdir. D variantında he had his car, cansız tamamlıq, washed, bəli, P2-dədir, yəni feilin 3-cü formasına D variantı doğrudur. Y-də isə yenə sign 3-cü formada deyil. Bu passive causative-dir. Bilirik ki, məchul, icbar növdür. 26-cı testdə biz paragrafı tamamlamalıyıq. İndi baxaq, paragrafımızı oxuyub tamamlamalıyıq. Deyir, Gregor Mendel bitkiləri yetişdirən ilk insan deyildi. Not first to breed plants. Breed bir yetişdirməyi artırmaq deməkdir. Hybrid plants and animals were already known before he began his work. Hibrid bitkilər və heyvanlar onun işə başlamamasından əvvəl də məlum idi. Mendel's brilliance came from his ability to identify a consistent pattern in how parental traits reappear in the offspring of hybrids. Mendelin dahiliyi valideyn xüsusiyyətlərinin hibridlərin nəsillərinə necə təkrarlandığını göstərən sabit bir nümunəni müəyyən edə bilməsində idi. Bu cümləni tamamlamalıyıq. A-da baxırıq nə deyir? Deyir ki, Mendel Çexiyanın Brno şəhərindəki monastır bağında noxud bitkiləri üzərində təcrübələr aparan bir keşiş idi. Bu mənası keşişdir. Bu artıq yəni yanlışdır. Təzədən biz Mendel haqqında danışa bilmərik. Hələ ki Mendelin bu hibrid bitkilər haqqında məlumat verir. Ona görə 26-da A yanlışdır. Daha sonra, yəni biz artıq bu bitkilərdən danışmalıyıq. Bu bitkilərin generasiyasından falan danışmalıyıq. B variantında nədir? At that time, biology was mostly focused on description with few biologists interested in experimental research. Bu da tamam fərqli bir artıq mövzudur. Həmin dövrdə biologiya əsasən təsvirə yönəlmişdi və az sayda bioloq eksperimental tədqiqatla maraqlanırdı. Təsvirə deyəndə əyan eləyə bu mənada. Burada isə həmin dövrdə hansı dövrdə? Heç dövr yoxdur burada. Ona görə B səhvdir. C-də nə deyir? Mendelin irsiyyət amilləri kəşfi əslində bugün gen adlandırdığımız anlayışdır və bu müasir biologiyanın əsas mövzularından biridir. Yenə burada kəşfi, irsiyyət amilləri kəşfi deyil. Bugün gen adlandırdığımız bir anlayışdır. Tam o haqda deyil. C-də çıxdıq. D variantında genetics not only explore how genes are passed down, but also how genetic information is expressed. Bu da yanlışdır. Çünki başdan ayağa keçmiş haqqındadır. Baxın, keçmişdir. Paragraf hamısı keçmişə aiddir. Məsələn, C-də, D-də indikidir. Ona görə avtomatik C-dəni biz çıxmalıyıq. Y variantına baxırıq sonuncuya. Mendeldən əvvəl heç kim sistematik şəkildə nəsilləri saymamış və xüsusiyyətlərin bir neçə nəsil boyunca nümunələrini təhlil etməmişdir. Bəli, doğru cavab Y-dir. Çünki həm paragrafla tam ayaqlaşan, tam uyğunlaşandır. 27-ci testə baxırıq. To take advantage of an opportunity as soon as it raise. Təbii ki, burada testin doğru cavabı olacaq. To strike while the iron is hot. Dəmiri isti-isti döyərlər. Dəmiri isti-isti döyər mənasında odur ki, vaxtı gələn kimi fürsətdən istifadə etmək, şansı əldən qaçırtmamaq mənasında gedir. Ona görə də doğru cavab olacaq Y variantı. To miss the boat, bayaq dediyimiz kimi gecikmək, qatarı ötürmək. Throw in the towel, təslim olmaq deməkdir, dəsmal atmaq. Yəni, to hit the nail on the head. To hit the nail on the head, yəni tam 12-dən vurmaq, tam yəni bir şey haqqında düz olmaq, bir şey haqqında yəni doğru bilmək bu mənada gedir. To go extra mile, yəni əlavə cəhd göstərmək, potensial çox irəliləyiş etmək mənasında işlənir. Testin doğru cavabı isə Y variantı olacaq. 28-də hansında genitive case, yəni yəli hal doğru işlənmişdir. Bir doğrudur. This is my brother's laptop, qardaşımın laptopu.
2-də she doesn't like a glass of milk, drink a glass of milk. Bu yəli hal deyil. 2-ni çıxdıq. 3-də defsinə yazmışıqsa artıq s apostrof olmaz, s olmaz. Bu da səhvdir. 4-də the school's library, bəlkə məktəbin kitabxanası deyə bilərik. 1-4 doğrudur. 5 səhvdir. Manager s artırıb təzən apostrof s verib. Bu da yanlışdır. Testin cavabı olacaq 1-4. 29-cu testə baxırıq. Tag question'da I think they have already left the office. Bilirik ki, I think, I suppose bunlarla başlayan cümlələrdə yadınıza saxlayın ki, tag question artıq birinci tərəfə fikir vermirik, əsas ikinci tərəfə fikir veririk və they have already left, demək bu hissəyə getməli. Have indiki bitmiş zamanda təsdiqdə olduğuna görə inkarda verəcək, haven't they şəklində Y variantı doğrudur. Amma burada I think'in yerinə she thinks, she thought, nə bilim, she suppose, başqa şəxs olsa, təbii ki, onda I think-ə əsasən yəni think birinci hissəyə əsasən götürəcək. 30-da altından xətt çəkilmiş sözün antonimini istəyir. Peaceful, bilirik ki, peaceful places, huzur verici yerlər, yəni sakit yerlər. Antonim olacaq noisy places, yəni səs-küylü yerlər. 31-ci testimizə baxırıq. Deyir, hansı cümlədə həm gerund var, həm participle var. Birincidə ancaq gerund var, feildən sonra gəlib. Bu evremonik zaten, bu ümumiyyətlə sözün özüdür. A səhvdə çıxdıq. İkincidə P1 var, participle var, running to school, məktəbə qaçaraq. He saw his friend playing, dostunun futbol oynadığını gördü. Burada yenə bilirik ki, mürəkkəb tamamlıqda C ilə, hear ilə, observe ilə, watch ilə işlənənlərdə ing-li feillər P1 sayılır. C'də bu davam edici zamanda onsuz da çıxırıq. D variantında listening to music P1-dir və after spending söz öndən sonra gəlib gerunddur. Bəli, testin doğru cavabı D olacaq. 7 is writing isə davam edici zamandır. 32-ci testə baxırıq. Düzgün phrasal verblər definitionlarla düzgün uyğunlaşdıracaq. Give up, təslim olmaq, nəyisə atmaq mənasına gedir. Burada isə deyir to continue doing something with determination, qətiyyətlə nəyisə davam etmək, xeyr, əksinə əl çəkmək, atmaq. Look after, qayğısına qalmaq, bəli, take care of someone or something, nəyinsə, kiminsə qayğısına qalmaq. Run into, to carefully plansa, xeyr, əvvəlcədən, qabaqcadan hər şey planlaşdırmaq yanlışdır. Take off, soyunmaq, put on clothes, burada geyinməkdir, yanlışdır. Put out, söndürmək deməkdir. Turn something on, burada isə deyir yandırmaq, nəysə. Put out, yanğını söndürmək mənasında işlənir. 33-cü testdə doğru variantı seçməliyik. You get wet if it rains and you don't have an umbrella. Bu doğrudur, çünki if olan isə present simple, digərisi də present simple, zero conditionaldır. Və deyir ki, əgər yağış yağsa islanarsan, you don't, çünki çətrin olmaz, bu səhvdir. Yəni, daha doğrusu doğrudur. Doğrudur. 1. 2. If you interrupt people constantly, if olan isə present simple, digər isə present simple, yenə zero conditionaldır. 3-də də if olan isə present simple, digər isə present simple, yenə zero conditionaldır. 4-də də baxırıq, hər iki tərəf indiki sadə, doğrudur. 5-də də hər iki tərəf indiki sadə, bu da doğrudur. Bütün hamısı testin doğru cavabıdır, zero conditionallardır. 34-də which of the options completes the dialogue most appropriately, hansı variant dialoqu uyğun şəkildə tamamlayır? Gəlin cümlələri oxuyaq, tərcümə edək. Lately, I have been reading The Social Contract, a political work by Jean Jacques. Son vaxtlar, yəni təzəlikcə, Jean Jacques Rousseau'nun first published in 1762, 1762-ci ildə ilk dəfə nəşr olunan siyasi əsəri, sosial müqaviləni oxuyuram son zamanlardır. His political ideas were far more radical than those of most of his peers. Onun siyasi fikirlər dövrünün əksər düşüncə adamlarından daha radikal idi. Yəni, peer həmin onun dövründə yaşayanlar deməkdir. Sənin yaşadığınlar bu mənada gedir. Olivia nə deyəcək? Yes, absolutely, əlbəttə, tamamilə doğrudur. In fact, he was likely one of the first thinkers of his time to advocate for popular sovereignty and democracy. Əslində o öz dövrünün ən ilk mütəfəkkirlərindən biri idi. Xalq suverenliyi və demokratiyanı müdafiə edirdi. Advocate, advokatlıq etmək, yəni müdafiə etmək. Daha sonra nəsə deyir burada. Sonra Olivia deyir ki, because of these revolutionary views, he sparked a significant controversy in 18th century France, bu inqilabı fikirlərinə görə, çünki deyir o,
bu bu inqilabi fikirlərinə görə o 18-ci əsrin Fransasında böyük mübahisələr yaratdı. İndi demək nəsə deyibsə, orada Emma nəsə deyir, bu da o fikri deyir. Emma nə deyir ki? Deyir ki, Y variantında clearly he argued that true authority should stem solely from the people. Aydın görünür ki, o həqiqi hakimiyyətin yalnız xalqdan gəlməli olduğunu müdafiə edirdi. Burada deyir ki, yəni Y variantında o həqiqi hakimiyyətin yalnız xalqdan gəlməli olduğunu müdafiə edirdi. Sonra Olivia deyir ki, bu inqilabi fikrinə görə də 18-ci əsrin Fransasında böyük mübahisələr yaratdı. Bəli, bu inqilabi bir fikir idi. Məsələn, Ada deyir ki, onun məşhur əsəri Emil gənc bir kişinin fəzilət və azadlıq kəşfini danışır. Bu səhvdir, bu inqilabi fikir deyil. B-də mən onun təhsil və mənəvi dəyər mövzusunu yazıları ilə daha çox tanıdığını bilmirdim. Sonra deyə bilməz ki, ona görə də 18-ci əsrdə böyük mübahisələr yaratdı, olmaz. C-də maarifçilik filosoflarının təhsil insan inkişafı üçün əsas saydığı yaxşı məlumdur. Xeyr, bu da səhvdir. Sosial müqavilə bəlkə də onun bütün əsərləri arasında ən çox yanlış anlaşılan əsər idi. Elə deyilmi? Bu da səhvdir. Orada deyir ki, sonra inqilabi fikir. Demək, bu burada inqilabi bir fikir deyib ki, ondan sonra da bu deyir ki, o böyük bir ziddiyyət də belə mübahisələr yaratmışdı. 35-ci testə baxaq. 35-də cümləni tamamlamalıyıq. Görək nə deyir? That space and movement are interconnected and dependent on one another rather than being fixed and unchanging. Nəsə deyir ki, indi əvvəlini tamamlayacaq. Məkan və hərəkət bir-biri ilə əlaqəlidir və bir-birindən asılıdır, sabit və dəyişməz deyildir. Demək, nə deyib burada? B variantı doğrudur. Einstein's most renowned theory, the principle of relativity, declares, yəni Einstein'in ən məşhur nəzəriyyəsi nisbilik nəzəriyyəsi prinsipi belə bəyan edir ki, nisbilik nəzəriyyəsi. B variantı bəli doğrudur. Siz indi burada necə tapacaqsınız? Mən baxıram ki, burada bu hissə indiki zamandır. A variantında keçmiş, C variantında keçmiş, B variantında open keçmiş, Y variantında keçmiş. Heç tərcümə etmədən də açıq aydın bir şəkildə tapmaq olar. A, C, D, Y keçmişdir, amma bir dənə indikimiz var. O da B variantındadır. Deməli, testin doğru cavabı olacaq B. Baxın, declares. Renowned bilirik ki, məşhur deməkdir. 36-cı testimizə baxırıq. 36-cı testimizdə düzgün modal feillərlə biz tamamlamalıyıq. Yenə baxırıq ki, burada birinci tərəfdə keçmişdir. There was already plenty. Çox var idi. You needn't have prepared so much food for the party. 36-ya baxırıq. Deyir ki, partiyə çox yemək, qida gətirməyə ehtiyac yox idi. Yəni, gətirib artıq, düzdür. Və deyir ki, gərək gətirməzdin də, çünki çox idi. Bəli, birincidə need have page idi. B-ni çıxırıq indiki zamandır burada. Çünki niyə? Burada keçmişdi, ona görə olmaz. D-ni çıxırıq ingiliscində needn't to deyə bir şey yoxdur. Bunu da çıxırıq. 2-də, məsələn, Y variantına needn't have left verib. 2, indi baxacaq ona da. Demək, qaldı burada hansı variant? A, C, bir də Y variantı. C variantı da səhvdir. Burada needn't leave indiki zaman, amma ikinci tərəfdəki was cancelled keçmişdi. C-ni də çıxdıq. Qaldı burada A və Y variantı. Tərcüməyə də görə A variantı olacaq. İkinci tərəfdə deyir ki, we didn't have to leave early yesterday because we didn't have to leave early yesterday because the meeting was cancelled. İclas ləğv edildi. Dünənlər, ona görə də biz erkən çıxmalı olduq kimi, tərk etməli olmadıq kimi tərcümə olunur. Doğru cavab olacaq A variantı. 37-ci testə baxırıq ki, hansında wrong, yəni yanlış, nə? Numeral, say yanlış ifadə olunub. My grandma was born in the 1950s. Bu doğrudur. Bilirik ki, illərin sonunda S cəm şəkilçisi varsa, qarşısında artikel veririk. A variantında problem yoxdur. Sonra B variantında she has two sisters. Onun 2 bacısı var. And one brother. Bir qardaşı var. Burada da problem yoxdur. C'də 3 dozens. Aha, C səhvdir. Dozen 12 dənə deməkdir. Dozen elə bilin ki, 100-dür, 100. Biz 100 deməkdir, elə bilin ki, necə ki 300, 200 deyə bilmiriksə, dozens da deyə bilmər. Yəni 3 dozen deməliydik, of the eggs olmalıydı. Əgər burada ofdan əvvəlki say təkdədirsə, yəni dozens, esmal falan yoxdursa, mütləq şəkildə buradakı isimdə z olmalıydı.
D variantında the building has 32 floors. Burada 32 doğrudur. Y'də də 25 students. Bu da doğrudur. 25 şagird cəmdə işlənib. 38'də find out the correct option which the correct collocation. Doğru collocation ilə olan birləşmələri biz seçməliyik. Elə A variantıdır. Make a mistake bilirik ki, səhv etməkdir. B'də did a quick decision yox. Make a decision'dır. Qərar qəbul etmək. They took a strong advice from the teacher. Took yox. Get a strong advice. Kimdənsə məsləhət almaq. D variantında get an easy sleep, yatmaq mənasında, take yox. Y variantında da ki make his bed, çarpayını düzəltmək make nədir. Ona görə testimizin doğru cavabı A variantı olacaq. 39'da subject verb agreementdir. Mübtəda xəbər uzlaşması. A səhvdir. Ofdan əvvələ baxırıq. List təkdə is olmalıydı. Either or, neither nor bu cür bağlayıcılarda xəbər özünə yaxın mübtəda ilə uzlaşır. My parents cəmdədir. Is yox, are olmalıdır. The instructor along with the trainers, along deyir. Bu söz önüdür. Söz önündən əvvələ baxmalıyıq. Instructor təkdədir. Was olmalıdır. None of the answers, none ofdan sonra cəm isim gələrsə yadımızda saxlayıq. Xəbər həm cəm, həm tək ola bilər. 8-ci sinif qaydası. Ona görə D variantı doğrudur. Is də olsa doğrudur. Arda. Y səhvdir. The number of-un xəbəri tək olmalıydı. A number of-un xəbəri isə cəm olur. 40-cı testə baxırıq. Article söz önüdür. Tom lives in a big house. In the city, şəhərdə. He goes, işə gedir, to work. Təbii ki, nəqliyyat vasitələrində by işlənir. Əgər burada article olsaydı, onu verəcəkdik. Ona bas. Hansı ki, sertifikasiyaya düşmüşdü. In, to buy. In, to buy hansı variantdır? Y variantı. 41-də düzgün reduction, yəni düzgün qısaldılmış cümləni tapmalıyıq. Baxırıq, daha doğrusu yanlış, wrongly. Şərtləri düzgün oxuyaq. Wrongly, yanlış qısaldılmış cümləni tapmalıyıq. The man sitting by the window, pəncərənin yanında oturan adam. Bu doğrudur. The man who is sitting by the window imiş. Ona görə qısaldılıb sitting by the window olub. Problem yoxdur. Having finished her homework, her ev tapşırığını bitirəndən sonra kim? Yəni o. Oynamağa getdi. Problem yoxdur. After imiş. After'ı qısaldıb. Bu cür yazıb. The castle mübtədadır. Demək, built in the 18th century, 18-ci əsrdə tikildiyi üçün the castle is a popular tourist attraction. Çoxlu məşhur turist attraksiyondur. Yəni turistləri cəlb edən bir yerdir. Bəli, castle cümlənin mübtədasıdır və yadımıza saxlayırıq ki, o cümləni biz reduction edir ki, cümlənin mübtədası eyni olsun. Burada built-in niyə P2-də veriblər? Çünki məchul növdəymiş. The castle was built in the 18th century. Bu cürüymüş, onu qısaldıb. D variantına the students completed project. Proyekti tamamladılar, sonra handed it on time. Vaxtında verdilər. Xeyr. Proyekti tamamladıqdan sonra belə yazmalıydı. Completing the project, the students handed it on time. Tamamladıqdan sonra vaxtında təhvil verdilər. Bəli, səhv olan D-dir. Ed, bu ikisi də burada olmaz. Y doğrudur, cavabı bilmədiyi üçün sakit qaldı. Testin doğru cavabı D olacaq. 42-ci testdə adverbial clause istəyir bizdən. A variantı adverbial clause deyil. Təyin budaq cümləsidir. Attributive, adjective, relative clause 3 adı var. Ona görə A-nı çıxdıq. Because, bəli, adverbial clause of reason, səbəb budaq cümləsidir. B variantı doğrudur. C-də yenə adjective clause-dır. Təyin budaq cümləsi, yəni noun clause gedir o. D variantında the restaurant where we met, biz görüşdüyümüz restoran. Bu da yenə təyin budaq cümləsidir. Y-də də the girl, qız, kimin ki qardaşı yenə təyin budaq cümləsidir. Testin doğru cavabı olacaq B variantı. 43-ə baxır. 43-də baxaq, hansını da deyir, pronoun doğru işlənmişdir. She has anywhere to go after work. Anywhere olmaz, somewhere olmalıydı. Təsdiq cümlələrdə some işlənir. Any sual inkarda. B-də həmçinin tell you anything important. Yenə burada something olmalıydı. There isn't anybody in the room. Bəli, doğru cavab C-dir. İnkar cümlədir. Anybody işlənib. D variantına they bought everything new car. Everything new car yox. Yəni car burada artıqdır. Everything new olmalıydı. Hər şeyi təzə aldı. Y variantında has he someone seen my phone? Has anyone? Kimsə mənim telefonumu görübmü? Sual cümləsi deyə olmaz. C variantı doğru olacaq. 44-də düzgün sinonim cütlüyünü tapmalıyıq. Dedicate, devote, elə doğru cavabımız A-dır. Həsr etmək,
Məsəl üçün, I dedicate my time to my job. Bütün vaxtımı işimə həsr etmişəm. Yəni həsr etmək, fəda etmək mənasında gedir, sinonimdir. Foster artırmaq, inkişaf elətdirmək, decrease isə azaltmaq, figure out anlamaq, forget unutmaq, tough çətin, ağır, easy asan, suggest təklif etmək, pretend isə yəni özünü tülkülüyə vurmaq mənasına gedir. Yəni özünü elə aparır ki, sanki işindən xəbəri yoxdur. Buna biz pretend deyirik ingilis dilində. 45-ə baxırıq, doğru variantı seçməliyik. The match was postponed. Deyir ki, oyun təxirə salındı. The disagreement between teams. Komandalar arasındakı narazılığa görə, due to nədir? Görə. Oyun təxirə salındı. In case of halında, despite baxmayaraq, in addition to əlavə olaraq, whereas isə amma deməkdir. 46-cı testdə deyir hansında relative pronoun var. I don't know why he was late. Xeyr, bu object clause. Relative pronoun-da təbii ki, ancaq işlənəcək adjective clause-da. Yəni təyin budaq cümləsi. O da hansı ki, B variantıdır. The teacher who helped me. Mənə kömək edən müəllim mənasında. C-də because bağlayıcıdır. Reason səbəb bildirəndir. D variantında so, that, məqsəd budaq cümləsidir. Bu purpose-dir, məqsəd ifadə edir. 7-dəki when I get home, evə gələndə sənə zəng edəcəm. Bu isə zaman budaq cümləsidir. Qaldı son 4 testimiz. 3 testimiz sırf mətindir. Baxaq. 47, 48, 49 bilirsiniz ki, imtahanda 3 dənə long textlər düşür, uzun mətnlər düşür və bu eyni mətn olur, 3 sual eyni mətn üzərində qurulur. Baxaq. Birbaşa tərcümə edək. Avro 1999-cu ilin yanvarında tətbiq edildikdə Almaniya tez-tez Avropanın xəstə adamı adlandırılırdı. Çünki onun iqtisadiyyatı Avrozona sərhədlərində sürətlə inkişaf edən ölkələrlə müqayisədə zəif idi. Avrozona, yəni Avropanın əhatəsində yerləşən, ərazisində yerləşən. Yəni əsas birinci sualımızda biz görürük ki, Germans impact, Almaniyanın təsiri. Biz bu cümləni tamamlamalıyıq. Daha sonra 10 ildən çox vaxt keçdikdən sonra vəziyyət tamamilə dəyişdi. 2012-ci ildə İspaniya, Yunanistan və İrlandiya kimi ölkələr hələ də iqtisadi çətinliklərlə üzləşdiyi halda Almaniya Avrozonada dominant gücə çevrildi. Bu təsir 3 sahədə görünəcək. Güclü iqtisadiyyat, maliyyə intizamına önəm verilməsi və Avropa Mərkəzi Bankının qərarlarının formalaşdırılmasında artan rol oldu. Yəni bu nədir? Bu artıq Almaniyanın nə imiş? Təsiri imiş. Onda belə çıxır ki, doğru cavabımız nə olacaq? 47-də B variantı will be strongly experienced throughout the Eurozone. Eurozone hansı ölkələrdir? İspaniya, Yunanistan, İrlandiya, yəni bu əraziləri deyir. Daha sonra baxaq, bir çox Avropa hökumətləri böyük büdcə kəsirlərini azaltmağa fokuslandıqca region üzrə ümumi iqtisadi artımın zəifləyəcəyi gözlənilir. Bununla belə Almaniya çox güman ki, digər zəngin Avrozon ölkələrlə daha yaxşı nəticə göstərəcək. Aşağı səviyyəli ev təsərrüfatı borcu və həmkarları ilə müqayisədə daha kiçik büdcə kəsiri sayəsində Almaniya vergi artımlarına və ya xərclərin azaldılmasına çox bel bağlamayacaq. Bundan əlavə ölkə inkişaf etməkdə olan bazarların sürətli genişlənməsindən faydalanmaq üçün güclü mövqeyə malikdir ki, bu da onun iqtisadi artımını daha da dəstəkləyəcək. Yəni burada doğru cavab nədir? Will be strongly experienced throughout the Eurozone. Bütün Avrozonada güclü şəkildə hiss olunacaq. Hansı ki, orada da qeyd olunmuşdu ki, Almaniyanın təsiri həmin Avropa ölkələrində çox güclü şəkildə, belə deyək də, hiss olunacaq. A-da deyir ki, will be just as significant. İspaniya, Yunanistan və İrlandiya kimi sadəcə mühüm rol oynayır. Xeyr, əksinə bunlar deyir ki, bu ölkələr, İrlandiya ekonomik, iqtisadi çətinliklərlə üzləşib. Baxın, ona görə səhvdir. C-də nə deyir? Avropanın zəif iqtisadiyyatı ölkələr tərəfindən istehsa ilə qarşılanacaq. Səhvdir. Ridiculed, yəni gülünc olacaq. D-də Avropa Mərkəzi Bankına təsiri İrlandiya, İspaniya və Yunanistan tərəfindən müqavimətlə üzləşəcək. Xeyr. Y variantında isə yalnız ictimai maliyyələrdə şəffaflığın məhdudlaşacaq. Hamısı görürsün negativlikdə, amma səhvdir. Doğru cavab olacaq B variantı. 48-də yenə eyni mətndə, bir də mətni oxumuruq. Mətndə doğru ifadə olunmuş demək cümləni biz seçməliyik. Eyni mətndə. Burada da doğru cavabımız A-dır. Deyir ki,
Germany can maintain its public spending level thanks to export to developing markets. İnkişaf etmiş, yəni inkişaf edən bazarlara eksport, ixracı sayəsində Almaniya artıq o öz səviyyəsini neyinir? Public ictimai səviyyəsini qoruyub saxlaya bilir. Bəli, burada da o qeyd olunub ki, artıq digər ölkələrə eksport etdiyinə görə, yəni ixrac etdiyinə görə öz səviyyəsini qoruyub saxlaya bilib. Testin doğru cavabı olacaq A variantı. Hansı ki, baxın, bu son cümlədir. Bu cür testlər ən çox son cümləyə baxılır. 49-cu testdə isə mətnin əsas ideyası nədən ibarətdir? Təbii ki, 49-da mətnin əsas ideyası olacaq Y variantı. Germany's economic comeback in Eurozone, Almaniyanın Avropa zonasında, yəni ekonomik iqtisadi cəhətdən geri qayıdışı. Bəli, Y variantı doğru. A-da deyir ki, 21-ci əsrdəki çətinlikləri xeyr, yox deyil. B-də deyir ki, Avronun və Avropa Birliyinin yıxılması, yəni məhv olması səhvdir. C-də isə deyir ki, necə Almaniya turist ərazisi oldu, səhvdir. Y-də isə Almaniyadakı və İspaniyadakı iqtisadi krizlər deyir, bu da yanlışdır. Və sonuncu 50-ci testə baxırıq. Doğru artikl işlənmiş frazanı seçməliyik. 50-ci testimizdə də diqqətli işlə olmaq ki, yəni artikl hansına doğru işlən və yaxud da ki, artiklın işlənmə yerinə biz baxmalıyıq. Birinci səhvdir, keep promise deyir, keep a promise-dir. 2 doğrudur, miss a chance, şansı əldən buraxmaq. Tells a lie yox, tell a lie-dır, 3 səhvdir. Tells a truth, bəli, 3 dənə t yadımızda saxlayırıq, 4 də doğrudur. Take a place deyil bir şey yox, take place baş verməkdir, 5 səhvdir. Take a seat var, bəli, 2, 4, 6, take a seat isə yerinə əyləşməkdir. Doğru cavabımız olacaq A variantı. Belə, əziz müəllimlər, ümid edirəm ki, bu test izahı ilə sizə çox yararlı olacam. Həmçinin bu kitabı əgər əldə etmişsinizsə, inanın ki, çox şanslısınız. İmtahan qabağı həm MİQ, həm də ki, sertifikasiya üçün çox yararlı bir vəsaitdir. Əldə edə bilərsiniz. Əlaqə nömrəsindən də əlaqə yaradıb kitabı həm sifarişlə, həm də kitab evlərindən əldə edə bilərsiniz. 055 217 87 38 nömrəsi də əlaqə saxlaya bilərsiniz. Mənimlə də əlaqə saxlaya bilərsiniz. Mən də Cəvahir müəlliməyəm. 070 846 81 91. Bu hər iki nömrə ilə əlaqə saxlayıb kitabı əldə edə bilərsiniz. Belə, yenidən kanala abunə olmağı, bəyənməyi, şərh yazmağı unutmayın. Hələlik.